Hamıya salam, kanalıma xoş gəlmisiniz. Və mən indi deyirəm toyuq cücələri açmağa. Bunu da bura qoyublar. Bunu götürüm. Necə ağır gəlirdi. Çıxın. Çıxın. Hoppa. Bunu koydum ki bu kapı bağlanmasın. Ve indi buranı açmak lazımdı. Çıktılar. İçeri bakaq görək qalmayıb ki. Qalıblar. İndi bunlar da çıxsın. Qalanları da özləri çıxarın da qapını açıq qoyaq. Və gedək indi cücələri açmağa. Bu da bizim cücələrimiz. Buranı da açaq. Çıx, qorxma. Gəlin. İndi burada hələ qalıblar. Gedirəm yem verməyə. Cip. Cücələr qorxmurlar, cəf yeyirlər. Toyuqlar isə hamısı qorxur. Mən buradan cəyəndən sonra onlar cəf yiyəcəklər. Yoxsa orada duracaqlar elə qorxa. Belə. Yavaş yaxınlaşmaq istəyirlər. Gəlin. İndi gedək induşkalarımızı da açaq. Orada isə bizim danalarımızdır. Bu da induşkalarımızdır bizim. Çıxın sizdən. Cip. İnduşkalarımız da çıxdı. Ümidvaram ki, mənim ləhcəm sizi narahat eləmir. Burada su axır. Çünki Şəkidənəm, Şəki ləhcəsi ilə təbii ki danışıram. İndi istəyirəm sizinlə birlikdə cücələrimə yem verim. Dərsi gündən siz salamlayıram və gözləyirəm ki çaydan qaynasın. Çayını dəmləmək istəyirəm. Səhər yeməyimizi yeyəndən sonra başlayıram həyəti süpürməyə. Biz bu işi demək olar ki hər gün görürük. Çünki kənd yerində həyət tez girlənir. Həm səliqəli, həm də təmiz olsun deyə hər səhər həyəti süpürüb yığışdırıram.
Buraları süpürdüm, uşaqları yedirdim və indi bir dənə çay içirəm. Çay içəndən sonra istəyirəm bu beləncəni təmizləyim, silim və bu yeşiyi istəyirəm təmizləyim, cücələrin yeşiyini. İndi istəyirəm bu stolun altındakı linoleumu da silim. Çünki bura bərbad gündədir. Hər gün silirəm və yenə də toz olur. Burada isə yoldaşımla birlikdə cücələrin yeşiyini təmizləməyə başlayırıq. Yeşik biraz kirlənmişdi, ona görə də təmizləyib səliqəyə salmaq lazım idi. Yoldaşımla birlikdə işi bölüşüb tez bir zamanda təmizlədik. İndi cücələrimiz təmiz və rahat yerdə qalacaqlar. Cücələrimiz burada ot deyir. Yarısı buradadır, yarısı orada. Bu karofkanı təmizlədik və belə qoymuşuq ki, biraz nəmirçi qurusun, içi nəmişli dadı getsin. Hələ ki cücələrimiz burada ot deyirlər. İndi otluqdadılar. Nəzarət eləmək lazımdır ki, pişik isə aparmasın.